İsmet, boşuna dön. Niye sen yemeğini burada yemirsen? Bəs xala, özümə aparmıram. Zeynə xala yatıbdı. Aparıram onun otağına səhər-səhər sürpriz eləməyə. Eyləmi. Amma mən səni heç başa düşə bilmirəm axı. Sən Talihin evində qalırsan, amma Ceyrana yaltaqlanırsan. Xala, mənim xəsiyyətim türkdür. Mən heç vaxt bacanağıma yaltaqlanmaram. O ki qaldı qaynanama, mənim kimi özünə hörmət qoyan oğlan qaynanasına yaltaqlanmalıdır. Get boşuna dönüm, get. Amma hayf bala, hayf sənin kimi kürəkəndən ki, Ceyran xala sənin evin olmamağından istifadə eləyib, sənin kimi şəxsiyyətli bir oğlanın başını bütün qonum qonşu yanında aşağı eləyib. Hayf səndən bala, hayf səndən. Hayf məndən. Bəs xala, Can. o Ceyran mənə dağ çəkib, dağ. Boşuna dönüm. Əhd eləmişəm. Qədər. O ev alacağım ha. Həmin o evdə Ceyran səhər-səhər mənim qəlyanaltımı, günorta doğramamı hazırlayacaqdı. Axşam da ayağımı yayacaq. Eləməsən, mənə də qismət deməsinlər. Bir kırağa dur da, bir kırağa dur da. Düştün de Ceyran hala, gördün de. Ama halal olsun sana, bir dublo oynadın. Talih müəllim bugündən etibarən restoranı idarə eləməyini mənə tapşırıb. Hamınız telefon nömrələrinizi yazın verin mənə. Siz işə keçikəndə əlaqə saxlayacağım. Qumru, əvvəl sizdən başlayaq. Maya xanım, Teymur qoymur, mən kiməsə nömrəmi verim. Maya xanım, mən həmişə Qumru ilə bir yerdə gəlib gedirəm. Nə lazım olsa mən ona çatdıraram. Buyurun, bu da mənim vizitkam. Problem yoxdur. Onda mən sizə zəng vurum, mənim də nömrəm sizə düşsün. Teymur müəllim, zəng çatmır axı. Mənim telefonum yoxdur axı. Telefonunuz yoxsa nömrəni mənə niyə verirsiniz ki? Ay Maya xanım, mənim nömrəm var, bax bu da mənim nömrəm, amma telefonum yoxdur. Yaxın günlərdə özünüzə bir telefon alın, zəhmət olmasa. Yaxşı. İsmail, siz nömrənizi mənə verin. Mən şəxsi nömrəmi heç kimə vermirəm. Sən yaz mənim köməkçimin nömrəsini. Ya sözün olsa ola dinlə, onları gəlib çatdıracaq. Türk nömrəsidir. +95 376 812 20 21. Yazdın? Yazdın? Yazdım. O köməkçinin adı Mahsun Kırmızıgül'dür. Deyim biləsən. Yaxşı. Hansı var? Siz Nə mən? telefon nömrənizi verin. Telefon. Məndə ev nömrəsidir. Yaşlanmaz. 4 ilə başlayır. Teymur, Yasmanın neçədir? 439'dur da. 439. İkincisi olsun 40 olsun ha. Üçüncüsü de ki 20 neçə, 20 neçə yazdı, neçə. Zəng gələcəksən, zəng gələ. Neyse, mən gedim telefon kitabça salım özümə. Gələnə kimi hamı nömrəsini dəqiqləşdirsin. Oldu? Get anam, get. Yaxşı yox. Halil mənim bir evdir, başımız. Az biraz yavaş ol da az. Ceyran, özür istedim. Az biraz yavaş ol da az. Yaxşı. Abbas, zəhmət olmasa mənə öz nömrənizi verərsiniz. Nömrəni? Ha? Nömrəni istəyirsin? Ha.
Ben olacak. Yaz. 315 46 46 47 435 45 23 639 46 48 49. Abbas, bu kadar nömrəni neyinirsən? Ya anasını nədir ki, hələ maşında da hələ bundan bu boyda soğuma. Burası həkim deyir ki, böyrəyinə ziyanlı, böyrəyinin taşı düşə bilər, onu çox götürmək. İndi baxamadan mən müqənnə adam olmaq, bir də yüzdə Moskvadan zəhlər gəlir ki, Abbas mənim, gəlin niyə oxumursan? Niyə oxumursanız? Mən də zəhlərə cavab verməliyim. Birdən görürsən ki, adı rayondan da, bu rayondan da zəhlər gəlir. İndi bir dənə bir söz deyim. Maya xanım, elə ki, mən biraz 3-cü sinifə kimi oxumuşam məktəbi. Bütün rəqəmləri səndən beri tanımıram. Pullarda belə qırmızı, sarı belə tanıyıram. Mümkünsə bir ad oxuya bilirəm, mümkünsə siz şəkilinizi çəkin mən də. Yəni zəh gələndə bilim ki, kim zəh gəlir. Mən də hamı elədir, şəkilləndi. Yaxşı, çək. Siz şəkilinizi çəkin. Dur, şəkil çəkin. 2-dən girdim 1-ə. Bir konuşqan bastırdım. Gözü tanım yapmışlar. Bir tane böyle çok şey. İsmet. Ne oldu? Elə özümə əl qatdım. Neynədimsə işlə xeyir olmadı. Ceyran anan məni bağışlamadı. İsmet, sen naxaq əziyyət çəkib mənim saçlarıma bir qüdü qoydun. Bütün bunların xeyri yox diye. Sənin kitabın bağlandı. Ceyran! Otur aşağı, Ceyran. Bu evin yiyəsi Talehdir. Sən kimsən ki? Qismət, mamamla sən 5 tane köməkli daşıdıq. Blokun ağzındakı zivil kutusunun yanına qoymuşuq. Nadia xalam pişikləri dağıtmamış, bas bayram əlini. Xoş gəldi, xoş gəldi, tez. Arzuman getdim şirkətə. Canlı Qismət evdə görün. Olar. Elə oldu, eləmi? Vəfa, hazırlaş. Sən də mənlə gelsən. Mən harada? Arvadım da orada. Vəfa sen diyan Vəfa. Mənim qızım, harda sana qismət? Sənin kimi gecələr vağzallarda yatan deyil. Ceyran! Hə, Ne olacak ki? Yaydı, hava istidir. nə vaxt ev alarsan, onda gəlib Vəfanı apararsan. Elə oldu, eləmi? Oldu. Mən indi gedirəm. Amma mən qaydanda ayrı cürə qaydacağım. Hə, qayıtsan. Qaydanda Vəfanı da, babam orduxanı da özümlə aparacağım. Baxarsınız. Aparasın. Qovduz, nəvəm qisməti. Hə. Görsən ha Ceyran, mən sənə deyirdim o qismətin çörəyi dizinin üstündədir. O mənim nəvəmdir, mən onun tumuna bələdəm. Oradan ben quvvet. Buna mahnı oxuyursan? Nədir? Buna mahnı oxuyursan? Bəlalım. Bəlalımdan başqa hər şey oxudum, xəbərin var. Qarışdırdın mı onları? Qarışdırdım belə. İşte sən
Bu Mayanın sevgisi tatına vurup diye mahları karıştırırım sen. Abbas, Abbas dedi, Abbas dedi. Ya benim oğlum. Ya beni de oturan bırak. Beni. Abbas. Bayaqdan sənə qulaq asıram. Əgər mümkünsə repertuarı dəyişdir. Biraz sevgidən, lirikadan oxu. Ülkede. Hə. Sevgiden dedi, sevgiden dedi. Bu Abbas çok bayağıdır. Restoranın bütün keyfiyyətini öldürür. Oradan bir tane cü ver. Cü nədir? Cü de cüyükten. Can canadır can cana Urban sen Urban'a Bu güzel aşkımdan bir tane Dersen başka lirika. Sevgidən lirika oxu. Sevgiden lirika. Ha. Bilirsen sevgiden lirika. Can canadır Urfalı sen Urfalı Bu kızları içinde Bir tane sen Bir tane can canadır can canadır Bəli, Talih müəllim. Etibar. Bəli. Gedib radarın çarmasının pulunu ödüb gəldin. Bəli, ödədim Talih müəllim. Keçirtdim. Nə qədər verdin? 50 manat mı verdin? 50 manat niyə Talih müəllim? 400 manat. 200 deyəl, 200 ay sal 400. 200 deyəl, 200 400. 400 manat veririk şirkətin. 4 sənə püldük sən xəstəsən niyə 400 manat verməsən ki? Etibar. 50 manatdır da bu. Talih müəllim, elə getmişkən 400 manatı verdim ki, onsuz da bu radara tez-tez düşürük də. Tabii də benzinə rasxodumuz çıxmasın da. Elə radara düşəndə zəng vurun ki, qardaş, o puldan çıx radarına. Ha sən xəstəsən, səndə çatmır, nədir? Sən problemli adamsan. Hə bəlkə heç radara düşmədim, get 350 manat götür gəl bəri. Yox, Talih müəllim, necəyəm düşmür səni? Bu radarı niyə quraşdırıblar ora? Öyle gələndə 5 dəfə radara düşmüşəm. Zəng elədim polisə dedim, qardaş, oradan radarın pulunu çıx. O da dedi, qardaş, 100 manatınız qalıb, narahat olma hələ. Bir də dedim Talih müəllim, elə bir 2-3 min pul verin. Hörmətli adamsınız da, aparın bir dəfəlik ödəyim ki, başımız qulağımız dinc olsun da, bir də get gəl, rast ol. 3000 radara. Gəl götür. Buradan toy elə buradan. Buradan götürün. Açıq işi boyda. Abi o bizim Firdor, bu bizim kısmet değil. Ha kısmet. Gel otur maçta piyada yetmiş. Gel da ne gel. Ay gel söz değil ama ayıp değil. Demezler bak talihin paçaları hep piyada gelir. Bu tür pahalı maşın ola. Gel otur maçta. Ha ayıp ola. Bilirsin. Gel otur ha salamat elan. Ehtiyatsız daha yakıştıramır bacı. Gel otur. Ha, sen söz dedin da ama sen hatırını istirem ne kısmet. Evimden kovalamağıma bakma gel. Gel. İtibar. Bildik. Nasıl vursan? Buraya söz dedim ki bir de düşersen taze söz dedim. Ben bir aşağı uçuş. O şarkı işlemirsen. Tak hastasan. Sen kalırsan. Hastasın sen. Gel bir bak. Görsen sen. Başını bura sokacaksan. Başını düzelttir. Bir dur ben piyada koydum. Yollarda kaldım ben yine.
Baba yana. Gel otur gedək, mən səndə öləm. Ya yalan. Ay, gel otur da. Ya kısmet. Hepsi var. Eve gelme. Öyle mi? Amma yamanıca bakra. Ölürüm ben de. Gel sen Bir tane bak. şirin kızdı. Gözünüze bakın. Danışırsın. Ara vereyim. Bayaqsana bu baxıram. Onun geyimi heç restoranın dizaynına uyğun deyil. Ya Abbası dəyişmək lazımdır, ya da onun geyimini. Sən hələ bir dənə qız baxır. Amma mən də bezmişəm bu qızların əlindən. İnansın, səhər, gün orta, axşam. Bu şey var, Türk müğənnisi, hadisə. Hə, ona bax. Anası mesaj yazıb ki, İsmail oğlum, sənə qurban olaram, hadisə neçə gündür yemək, depressiyadadır. Bir daha ona zəng eləsəm, sənin səsini eşitsin. Bana yığılmıram baxın. Niyə başım ağrıdı? Bu hadisə biri qırağa. Bu Asena var, Türk rəqqasısı, Asena. Buna bax, qurban. Şekilini gönder ki. Şekline bak. Ahtar yazıp ki İsmail, atam. Bu akşam senin zengini bekliyorum. Ama ona zengin yana. Sana grubu olma. Bluetooth da gönder de bana. Yo, incime. Bende öyle şeyler yok. Eşitse. Bu da bir qırağa. O diyorum bir daha ben zəng gəl. Bakarsan ya adı canı diyeyim hala bakmıra. Ya da ki kimdi sence? Lady Gaga. Yaxşı. Allah bu telli borçalı da öldürüb lapı. Bu ne istəyir məndən? Ay mama, mənim yetim gəlmir. Mənə bir dənə nağıl danışdı. Yaxşı. Biri var imiş, biri yox imiş. Bir şahzadə var imiş. Ay vəfə. Qismətdən nə xəbər? İçinə bayaq danışdım. Dedi ki, sən narahat olma. Mən 40 gün, 40 gecə çalışıb vuruşacağım. Gecələr yatmayacağım, səhərlər dincəlməyəcəm. Barmağımı kəsib arasına duz səpəcəm ki, gecə yatmayayım. Çalışıb vuruşub sənə şahlara layiq bir saray tikəcəm. Elə saray tikəcəm ki, bütün dünya hayıl-mayıl olacaq. Səni də o sarayın içində şahzadələr kimi yaşadacağım. Sonra da... Elə bir bu nağıl çox nağıl oldu ye. Hoşuma gəlmədi, başqasını danışdı. Hoppa, yeni müşteri dağılır. 2 nəfər var, nə yeyirlər? İqra oynayırlar. Maya xanım, təvəqqə edirəm, rica edirəm, bir dəqiqə mənə yaxınlaşa bilərsinizmi? Bəli, bəli. Necəsiz, nə edirsiniz? Keyfiniz sağ. Ümumi soruşdum, mətləbə keçək. Maya xanım, elə benim nəzərinizə çatdırıram ki, mən sizi May ayından bura işe götürmüşəm. Düzdür atam? Düzdür. Kişi elədiyini danışmaz, mənə yaraşmır. Adam elədiyini başı qalxmaz, ayda da 1000 manat maaş verəm. 1000 manat, 1000! Düzdür atam? Elə ben deyim ki, May ayından bura biz mayanı çıxarda bilmirik. Mayadan yeyirik. 1000 manat çox oldu, eləmi elə? Düzdür mü Maya xanım? Tabii mən işimə böyük həvəslə yanaşmışam. Təkliflərim də var. Amma başa düşün ki, bizim işçilərimizdə potensial yoxdur. Potensial yoxdur, yolda xəstəxanada müalicə olur. Üzr istəyirəm, potensiallar yoxdur. Potensiallar yoxdur. Potensial yoxdur, bir dəqiqə. Qumru, buraya gəl. Sənin potensialın niyə əynində deyil, ay Qumru? Mən o potensialları, bu potensiallı istirmişəm ki, stolun başına asasız, yayınıza geyinəsiz. Bir də səni potensialsız görməyim. Maya xanım, potensialları var, sadəcə olaraq əynlərini geyinmirlər. İstirmişəm. Talib müəllim, potensial jiletka demək deyil. Potensial işçilərin iş qabiliyyəti deməkdir. O da yoxdur.
Ben de onu diyorum da bunların kabiliyatsızıydı o jiletkanı əyinlərinə geyinərdiler. Yani potansiyel şey benden çok termek etmeyeyim, çok müzakere eləmeyeyim. Yani yadınıza salalım ki size 1000 manat maaş verin, 1000 manat. Buran müdür benim, ben de çok cəhli sevmem. Başka söz. Yarım məndən izdiyibdi, onu mənlə bəni yanına barışdı. Dəlilayıtan, dəlilayıtan, dəlilayıtan əjdənəmi, baba dəlilayıtan əjdənəmi. Eşq olsun əjdər. Xeyr ol Abbas. Mahnı oxuya-oxuya gəlirsən. Ajdar müəllim yoxdur, Ajdar müəllim, Ajdar müəllim, Ajdar müəllim. Ajdar müəllim? Elə avtobusda gəlirdi, gördüm Ajdar müəllim yolla gedir belə. Düşdü yerə bir dənə onun xoşladığım mahnı var, o da mənim səsimin vurğunudur axı. Elə düşdü, oxuduq. Bura gəlir Ajdar müəllim. Yox, yox, bura gəlmir, bura gəlmir, bura gəlmir. Bura gəlir, bir dənə. O tərəfə get, aha görüm yüzü bu tərəf. Hara girdə, görəsən Ajdar. O tez-tez bura paltar dükanına gəlir. Bəlkə ola bilər. Paltar dükanına gedir o. Getdi Əjdər müəllim dükkana girdi, paltar arasın özünə. Sən burada nə durmursan, dur dükkanın qabağında, çıxan kimi xəbər elə, gəlim 100 dişləyək də. Ayın axırı satan kimi deyirsən ki, 75 manatı ver, 75 manatı ver. 75 də 75 də aramızı sən neçə alırsan, orada? Mən sağlığını yaxşı alıram, narahat olma. Sən 75 cəmaata paylamaqla belə, mən Rızaya əməli başlı maaş verirəm. Əməl bəs, hanı dişim düşür, başıma dönər sənin. Hamına məhəbbətə işi düşür da. Sən tək deyilsən ki. Hə, de görüm nə işin düşür. Bu bazanaqlar restoranına mayadlı qız gəlir. Nə? Ölür mənim dərdimdən. Aha. Mənim telefon nömrəmi götürüb, şəkil zat çəkdirib məndən. O sözün deyəmir, mən də utanıram. Dedim, mümkünsə, sən bizim aramızda bir dənə vasitəsi olasan, o Maya dərsən ki, Abbas səni sevir ha qız. Nə oldu abi? Şəkillərə bax. Bu qızdır. Hə. Mən belə dur görüm. Əlini belinə tut görüm, oxşayırsınız, yaraşdır. Bu qız qəşək qızdır, amma inanmıram ki, səni bəyənəm. Nəysə. Sən düzüb qoşa bilərsən. Bir dəqiqə dayan görəmə kişi. Bu yaxınlarda mənim sünnətimin 25 illiyinin yubileyində sən gəlib iştirak eləmədin, təhcənə öz kirvəmlə keçirmişəm. Nə oldu indi işin düşən kimi gəldin, məhəbbət mənə kömək elə, hə? Başa düşmədim, hə? Nə başa düşmədim? Mən evdə oxuyan müğənnilərdənəm, hə? Və nə oldu? Gəlib bu yanımızdakı etişin bərbərxanasında hər gün oxuya bilirsən, indi gəlib mənim evimdə oxuya bilmirsən, hə? Ha, bozu danışmıyor, etiş mənim sasımı pulsuz qırqır. O mənim yaradıcılığımda təşkilata dəstəkdir. Mən bilirəm sən kimsən, nəsən, mən gəlib nətər müğənni olmuşsan, bilirəm, yadında adamsın. Ha, bilirsən nə var? Sən nələrdən Şəxsən sənin mənim yanımda hörmətin yoxdur. Ay daha nə çox şey itirdim mən. Ay, itirdin sən, Ama Elə deyirsən, sən nə deyirsən? Əjdər müəllim gəlib, nəyə durmuşsan burada? Əjdər müəllim gəlib, çıxsın dükandan. Qurban olsan Əjdər müəllim, bir də köşrək. Lala sensiz sen misin? Ne gözleri batar mısın? Lala sensiz sen misin? Ne gözleri batar mısın? Ejder Valim geri geldi. Ejder Valim. Gördün də ay Orduxan. Nəvən qismət məni bəstinin ayağına verib necə satdı. Deyirəm, indiki vaxt heç kimə etibar yoxdur. O vaxt 41-ci ildə Stalin bir iti var idi. Çox sadiq idi ha. Özü elə belə itdə ölüydü. Rus dilində, Nemes dilində təmiz bilirdi. Stalin də hər yerdə deyirdi ki, bu itə bir də onun yanında oturan Orduxana ən çox davirət eləyirəm. Bir dəfə o itlə getdik kəşfiyyata, bizi plen tutdular. Deməli, o itin başına itin oyununu açdılar. Dırnağını çəkirlər, toka verirlər, başını suya soxurlar. Denən o it Stalinin müdafiə planını onlara dedi mi? Bu bir tərəfdə də Hitlerin otağında oturmuşam. Hitler də vur ki vurur, vur ki vurur, dur ki vurur. Hitler'də nemes ki nemes ha, denən keyflənirmi?
Axırda mən dedim ki, Hitler, mən vura bilmirəm. Dedi, Ordu xan, elə şey ola bilməz. Sən mənə Stalinin müdafiə planını gətiribsən, bunu səndən qeyd eləməliyəm. İndi sözü ona gətirirəm ki, o itliyindən Stalinə sadiq oldu. Amma bu nəvəm qismət səni satdı. Bilmirəm kim oxşayıb. Rıza baba, deməli 25 dənə üzlükdən oldu, hə? Astardan neçə dənə? Astardan 1, 2, 3, 4, 5, 6, 7 dənə buradadır. 120 dənə skladda. Salam ay məhəbbətim. Rıza bala, gör qıza nə lazımdır, nə qədər sementdir, gipsdir, qumdur, yola sal geçsin Sevda xanıma. Sevda xanım kimdir ay məhəbbətim? Ya dedim biraz tez yola sal da, ilişəcəyik da, tez yola sal da. Sevda xanım yəni sənə müraciət forması da, incə, mədəni formasıdır. Nə bilirsən? Sən canı, nə oldu balam? İndiyənə kimi sən mədəni döldün. Nə tez sən belə mədəniləşmisən? Düzünü de görüm o Sevda xanım kimdir? Ha, bas da başlama da yenə də, başlama da. Bu ay məhəbbətim. Gör nə qədər qaldı. Belə sən şəklinə qırmızı led bağlayım. Yoxsa Sevda xanım bu şəkildəkidir? O şəkildəki qız Abbasın istədiyi qızdır. Bilmirəm, inandın mənə yoxsa yox. Xeyr, Abbasın istədiyi qız deyil. Bu şəkildəki qız iminli sənin istədiyin qızdır. Düz deyirsən. Düz deyirsən. Bu şəkildəki mənim istədiyim, sevdiyim qızdır. Başa düşdün? Ona görə də istəyirsən bu məlumatı get Şıxəli babana denən. Yox, mən o məlumatı Şıxəli babama niyə deyirəm ki, dəliyəm? Buradan ki çıxacam, gedib Abbasa deyirəm ki, ay Abbas, məhəbbətim sənin istədiyin qızı sevdir. Belə ondan evlənmək istəyib. Vot! Nə durub baxsan üzümə, şişə də. Maya xanım, baxdım, bəyəndim. Başqa nə təklifləriniz var? İndən deyin, çünki sonra idarəsi meni olmasın. Da açıq deyil, mən sizə burada 1000 manat pul verirəm. Mən burada sədəqə paylamıram. Yaxşı Talih mənim. Bir də mən bugündən etibarən işçilərimiz üçün dosiye hazırlayacağım. Başa düşmədim, başa düşmədim. Başa düşmədim, başa düşmədim. Talih mənim dosiye hazırlayacağım da. Dosyanı sən niyə hazırlayırsan? O boyda aşpazımız var. Xansı var ya, xansı var. Açın qulağınızı eşitdi. Dosyanı xansı var hazırlayır. Ərzaqları yazın verin, Teymur da geçsin, nə ərzaq lazım da alsın. Narahat olmam da əlil elədik. Talih müəllim, dosiye işçilərin şəxsi sənətidir. Onu mən özüm hazırlamalıyam. Onda dosyanı xansı var hazırlamasın. Maya xanım hazırlasın. Hətta düz deyirsin. Nə qədər olsa qadınların əli duzda olur. Mənim anam bir dosyalar hazırlayardı. Cəhli çəkmə məndən, mənə cəhli çəkmə. Ha? Ne ha? Başını çək dedim sənə. Sen başını çək. Ha, tapa göz dedim başını çək. Burada başını tak da yavaş. Yaşın başında bilirsən nə var? Hemen məhəbbətim, başa düşdün, mənim adımda 2 dənə bu hərfi var. Ha, ne olsun? Hemen həyatı boyu sən istədiyin qızı istəmərəm, başa düşdün? Mən elə oğlan deyiləm. Sən Sevdanı saf başa düşdün, sən Sevda da sənə saf çatdırır, başa düşdün? O biraz başqa cür adamdır da, sən onu başqa cür başa düşdün. O ayrı şey demək istəyir, sən başqa şey başa düşmüsən. Yəni məhəbbət bil. Əlini çək. Mən belə danışıram. Yaxşı danış. Xoşdur. Danış, sən danış hələ. Eşit məhəbbət. Səni birdən Mayanın hənnəvərində görsəm, sana bir dənə kəllə vuracam. Şəkilin ağaca yapışada. Başa düşdün? Başını çək görüm kişi. Sən nə danışsan hə? Mən məktəb vaxtı yaxşı oxumamışam ki, birdən məhəbbətin şəklini şərəf lövhəsinə yapışdırarlar. Qaldı ki, sən məni ağaca yapışdırasan. Başa düşdün Abbas? Məhəbbət əlsiz danış. Əlsiz danış deyil, mən əlinlə danış. Əl qolum uzundur. Mən belə danışıram. Xoşun gəlir, xoşun gəlsin. Gəlmirsə gənə xoşun gəlsin. Səni bir də Mayanın hənnəvərində görməyim. Aydındır sənə. Dava getdiniz. Sən getdin. Dava getdi. Hala siz getdiniz. Ha qardaşlar, siz də sağ olun gəldiniz, amma ta sizə ehtiyac olmadı, özüm söhbətlə həll elədim. Abbas, belə problem var məhəbbəti də, məhəbbətin quruğunda. Vıraq yapışdıraq ağaca. Hayır, ehtiyac yox da, problem yox. Necə ehtiyac? Ehtiyac yox da.
Yox qaqa, həll elədim, danışdım, narahat olma. Çox problem yox, gedə bilər. Lazımsa rəqabəsinin məktubunda şilküt eləyər. Hə, yox, lazımdır. Hava istidir, bugün ehtiyac yoxdur. Ha, siz gedin, sonra görüşərik. Oldu qardaş. Davay. Ay Abbas bir dəqiqə qulaq. Abbas bir dəqiqə gəl bura qardaşınam qulaq. Ay qardaşınam. Evsiz eşiksiz pus parasız adamam. Gör show biznesdə mənə bir iş tapa bilirsən. Qismət başa oturum, sən əl çəkmirsən məndən. Mən sana iş tapım, mən nə iş verirsən bu? Sən müğənnisən də, sən mahnı oxuyanda mən üçün cəmaatın ayağının altında şabaşı yığışdırım. Sən nə danışırsan Qismət? Sən birdən iki görüm, sən mən hansısa toyda oxuyum. Mən diski qoyuram ora, fonogramı oxuyur, özüm də düşür cəmaatın ayağının arasından şabaşı yığım da. Öyle interesin adam, ne ya? Başa düşmədin, ha? Talih niyə mən istədiyim qızla deyib-gürüb söhbət edir? Abbas, heç olmasa diskini daşıyır, kostyumunu daşıyarım, nə deyirsən? Tutursan məndən. Belə dur görüm mənə. Dur kızım, misin? Ben de başında parçasıydı bir 10 tane var misin? Sağ ol bacanaq. Hə. Abbas, mən deyəsən show biznesə qatılası olmadım ha. Ay Arzu, elə qorxuram ki. Deyirəm birdən qismət sözünün üstündə durar. Pul qazanıb ev alar, sonra da başqa bir dənə arvad alıb qoyar ora. Neyiniyərəm, sonra ev də əlimdən çıxar, qismət də. Ay qız sən narahat olma. Elə bir şey olmuş olsa, mən Talihə tapşırıram ki, qismətə başa salsın ki, başqa qadına uyub ailəsini dağıtmasın. Çox qorxuram ya Arzu. İndi zamanə çox pisdir. Kişiləri nəzarətsiz buraxmaq olmur. Kişi ətir kimi bir şeydir, başını biraz boş buraxdın, uçub gedəcək əlindən. Gərək qismət gələndə cibinə biraz qoyun qığı qoyun, gözü gəlməsin. Sən də qalmırsan da bu boş-boş inanclarından da. Ceylan xanım, mənim bir vacib sözüm var. Çıx bayra. Yox, bir dəqiqə Ceylan xanım, bir dəqiqə vacib sözüm var. Qismət, sənə deyirəm ki, çıx bayra de. Çıxım, Ceylan xanım, bir dəqiqə sözüm Mən var. buna deyirəm, çıx bayra, bu özün içəri dürtür. Çıx bayra! Ceylan xanım, çıxım, baritası, qapını o yerə çömür, başımı çıxardım. Hə, çıx. Güya mən bilmirəm, sözü varmış. Yalvaracaqsan ki, səni evə bıraxım da. Bağırsan ha? Yavaş. Bağırğa girirsən ha? Yox, polis əmr. Öz evimizdir. Ben ne kapıdan girmişsən? Polis əmr. Qaynanam qapını üzüm açmır. Sən də mənim günümdəsən. Sən oraya gelsən polis əmr. Ha bu 12-ci mərtəbədə qruplaşma cinayətkarlar var, dəstədir. İndi çıxıram onu, qatı cinayətkarlığı çıxıram onları zərərsizləşdirməyə. Yaxşı, polis əmr, sən niyə liftdən qalxmısan, bununla qalxsan? Ha liftdən qorxuram, blok da qaranlıqdır, lap qorxuram. Gümənim ha, gümənim. Ehtiyatlı ol. Narahat olma, sən bırak ayağımı, bırak ayağımı. Yaxşı. Ehtiyatlı ol polis əmr. Nə yaxşı gəlmisən? Ay qismət, niyə gəlmirsən? Olmaya gəlmirsən demək ki, özünə başqa arvad tapmısan. Mən tapmamışam. Tapan tapıb. Talih müəllim, üzr istəyirik. İş vaxtı bitib. Olar biz gedək? Dəqiqə. Yox.
Gedin. Hə, Fərəh müəllim. Bax, mən inanıram ki, bu yazdığım təklifləri həyata keçirsək, bizim işin nəticəsində rezonans verəcəyik. Rezonans verəcək? Aha, Rezonans verəcək? əlbəttə. Sağ ol Maya xanım, çox sağ ol. Rezonans verəcək nədir? Mən burada işıq pulunu verirəm, qaz pulunu verirəm, yerin kira pulunu verirəm, kommunalini verirəm, vergini verirəm, işçilərin maaşını verirəm. Hələ üstəlik rezonans da verməliyəm. Havya suya işləyirəm mən burada. Mən bilirəm sən o rezonansı da ailə 4-5 bin manat tutacaq, elə mi? Düzdür mü? Talih müəllim, Ha? rezonans sözünün mənası o deməkdir ki, gördüyün işin əks sədası. Mən bilirəm o əks sada axırda məndən 4-5 mindən çıxacaq. Başa düşdün? Talih müəllim. Ha. Gəl! Bu nə deyir bu məni didik elədi? Mənə rezonans... Bundan ne vakit şimdi bir tatlı düş. Ne olar? Ben ışığı söndürürüm sen de bak. İşçiler cedveli bu burada be. İşıqlar söndü. Şam yandırıb gəldi. Talih müəllim, necə işıqlar söndü ki, dekorun işığı yanır. Dekorun işıqlarını qonşu restorandan lev çəkdirmişəm. Şusturu olmaq lazımdır. Bilirsiniz, mən işığın pulunu verməməyin dərdindən burada lev işıq çəkdirirəm. Siz deyirsiniz, rezonans vermək lazımdır. Rezonans istəmirəm. İşçilər işə ciddi yanaşsın. Talih müəllim, bax başa düşürsünüz, biz elə eləməliyik ki, Aha. biz elə eləməliyik ki, hamı gördüyü işə sevgi ilə yanaşsın. Sizinlə tam razıyam Maya xanım. Sevgi elə bir his ki, insanı həyata marağını artırır. Amma sevgisiz insan həyata maraqsız baxır. Sevgi insana ruh verir. Bu üçün bizim bax bu saatda, bu şam işığında əyləşib bu söhbətləri eləməyimizin səbəbi də siz dediyiniz o sevgi. Talih! Arzu! Talih! Arzu! Talih! Arzu!